Onlar necə işləyir? Belə hər şey gətirirlər, ucuz satırlar. Onlar nə qazanır, hardan qazanır? Baxırsan ki, bəzən heç yol pulu eləmir, amma o qiymətə satırlar. Bilirsiniz hardan qazanır? Onlar ucuz satdığı məhsullar, yəni baha sata bilmədiyi məhsullardır. Hansı ki ucuz paylaşır, bəzən zərərinə də paylaşa bilər, amma nəticədə zərər eləmir. Dükan davam edir işləməyə. Necə? İndi vaxtınız varsa mən deyim. Hardasa təzə bu krizis falan başlayan vaxtlar idi. 2009-2010 ildə. Əlimdə biraz bot qalmışdı, qadın botları. Qiyməti əslində belə şərti deyiləm də, dəqiq yadımda deyil, amma son qiymət 1 manat olması dəqiq yadımdadır. Məsəl üçün 60-50 manatlıq idi, 40-a getmirdi, 30-a getmirdi, 25-ə getmirdi. Soruşdum əməkdaşımızdan neçə dənə qaldı əlimizdə, dedi ki, hardasa 300 dənə var. Dedim onlara bir dənə çap elədik, vurduq vitrinə ki, qadın botları 1 manat. O burnuzlu botlar var idi 2009-10, yadınıza düşər əgər o vaxt yaşamışsınızsa. Yəni gənc deyilsinizsə. 1 manatdan qoydum, elan vurduq. Səhərsi gün gəldim. Normalda məsəl üçün dükanda 300 manat alver olurdusa, onsuz. Dükanda 2 gün dalbadal 1500-1700 ayaqqabı satıldı, manatlıq. Amma reklam 1 manat vurmuşdu. Gəldim, soruşdum ki, bizdə axı 300 dənə cəmi. O botdan neçə dənə qalıb? 2 gün ərzində dedi ki, 10 dənə qalıb. O da ki, ora burası xərab. Deməli 290 dənə satılıb, 2 günə də hardasa 2500 manatlıq mal satmışıq. Bu reklamı eləməsəydi, cəmisi 500 manatlıq mal satıcıydı. 2500 ümumi satışın içində soruşdum, bu botlar neçə dənə satılıb? Deyir, 290 dənə. Bax, 300 dənə olsun da, 300 manat. 2500 satışın cəmi 300 manatı bu maldır. Amma bütün müştərilər məhz bu mala görə, 1 manata görə girib dükana. Cəmi 300 manatı bu maldır, qalanı 2500 çıxır 300, 2200, biz satış eləyəcəkdik 500 manat o 2 gündə, 500-600 eləmişik 2200. Normal satışı da çıxsa əlavə 1500 satış olub, bunun da təxmini ortalama yarısı xeyirdir. İndi baxın, bu 1 manata görə gələn, onu geyinib bəyənməyib, ölçüsü olmayıb, amma gəlib ki, bax ucuzluqlar belə işləyir, dükana adam gətirir. Gələndən sonra, dükanda biraz sıxlıq yaranandan sonra insanların cibində pul var, nəyəsə bəyənir, başqa şey alır. Əsas məqsəd dükana adam gətirməkdir. Yəni reklamda göstərilən şeyi həqiqətən ucuz qoyurlar, bəzən zərərinə qoyurlar, amma əsas qazancları siz dükana gelib çatanda olur. Orada artıq nəyəsə satırlar sizə. İndi ola bilər kimsə almı çıxır, amma kütlədən danışıram. Allah hamının işini avan eləsin, o da düz eləyir, eləməyən də düz eləyir. Nəticədə işləri davam olsun.